Lavoyon sağ tərəf vtulkası. Bu avtomobil Hyundai Elantra 2014-cü ildir. Lava kolonkada gördüyünüz kimi səs var. İndi qardaş yaxınlaşıb şahidlə taqqıltı, yəni teri dokundan səs gəlir. Biz ilk növbədə nə edirik? Yəni bütün avtomobillərə aiddir. İlk növbədə avtomobili biz gördüyünüz kimi qaldırıb yoxlamaq lazımdır. Məsəl üçün nakonechnik. Elə görürsünüz nakonechnik çıxmağın yerindən. Oynamağını görürsünüz. Sol tərəf nakonechnik. Sağa keç. Bu tərəf şaravoy. Görürsünüz? Şaravoy necə oynayır? Təkərin oynamağından zaten bilinir. Deməli, bu avtomobildə gördüyümüz ilk diaqnoz sağ tərəf şaravoy, sol tərəf nakonechnik. Xarabdır və qrutovoy yolda ən güclü səs verən onlardır. Və razvalni vtulkaları cırılıbdır, cırıltı verir. Yəni qrutovoydan keçərkən, məsələn, hansısa bir tramplindən keçərkən cırıltı bir səs gəlir. Razvalni vtulkalar dəyişilməlidir. Ümumi peridoka indi əl gəzdəcək. Ondan sonra rulava kolonkaya ehtiyac olarsa, indi qardaş deyir hələ ki imkanı çatmır. Ehtiyac olarsa indi sonra yığdıracaq. İzlədiyiniz üçün təşəkkürlər.